Uzun bir aradan sonra herkese yeni vlogdan salamlar. Bir neçə müddət idik ki, yox idik çünkü hamımız xəstələnmişdik. Bu vlogu isə çoxdandan çəkmişdim, lakin xəstələndiyimiz üçün editləyib yükləyə bilməmişdim. Burada diş həkiminə gəlmişik ilk öncə. Həkimlər uşaqları qovmamış, mən özüm uşaqları həyətə çıxartdım, biraz burada oynasınlar. Daha sonra isə uşaqları xəstəxanaya gətirdik. Burada uşaqlar şəkillərlə oynayırlar. Xəstəxananın divarlarında, həkimin qapısında gözəl maraqlı heyvan şəkilləri var idi. Tahir isə burada həkimin yanına girməyə hazırlaşır, idman edir. Evə gəldik. Qazı nə vaxtı çəkmirdim. Dedim biraz qazımızı çəkim sizin üçün. Bu isə artıq səhəri gündəndir, çəkmişəm. Uşaqlar səhər oyanmışdılar, oynayırdılar. Mən isə indi birazdan onlara səhər yeməyi hazırlayacağım. Bugün bütün işləri bir-birinə qatdığım, özümün də nə etdiyini bilmədiyim günlərdən biridir. Bir gündə görmədiyim heç bir iş qalmadı. İlk öncə burada uşaqları həyətə çıxartdım, özüm isə paltar sərirəm. Sərgi günü idi, gördüyünüz kimi ip boydan boya paltarlarla doldur. Həm ipdə paltarlar var, həm paltar yanında paltarlar var, həm paltar ütüsünün masasının üzərində paltarlar var. Heç birində paltar bitmir. İndi yuyulan paltarları ipdən yığıram, daha sonra isə o birisi paltarları sərəcəm. Paltarların yarısını yığıb aparıb evə qoyub gəlib sonra təzədən yarısını yığmıram. Mütləq hamısını bir yerdə qucağıma yığıb hamısını bir yerdə aparmalıyam. Orada isə Tahir indi yıxılmağa vaxt tapacaq. Bu boyda paltarlarını bir də əyilib onu qaldırıram. Yaz aylarını çox sevirəm. Aprel, may ayları, bu ayları çox sevirəm. Ağaçların yenicə çiçəklədiyi, quşların səsi, yazın gəlişi həqiqətən mənə çox gözəl təsir edir.